Hər vaxtınız xeyir dəyərli müəllimlər və müəllim olmaq istəyən namizədlər. Bu videomuzda müəllimlərin işə qəbulu və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən mətn suallarının izahlarını paylaşacağam. Bu sınağımızda 5 sual var, yəni 5 mətn və 5 mətnin izahı paylaşılacaq. İzaha keçmədən öncə kanala abunə olun ki, həftə ərzində paylaşılan bu tipli məlumatlardan faydalana biləsiniz. Eyni zamanda bizim aprelin əvvəlində inşallah yeni qrupla onlayn dərslərimiz başlayır. Sırf olaraq ibtidai sinif müəllimləri üçün təşkil olunacaq bir qrupdur. Dərslərimiz həftədə 3 dəfə olur. Bu dərslərin biri mətnlərin canlı yayımından, digəri ikisi isə mövzuların izahları və onların mövzu və ümumi sınaqlarla möhkəmləndirilməsindən ibarət olacaq. Tam ətraflı məlumat üçün 055 418 82 02 gördüyünüz bu telefon nömrəsi vasitəsilə bizə WhatsApp-dan yaza və ya zəng eləyərək ətraflı məlumat əldə edə bilərsiniz. İndi isə keçək mətnlərin izahına. Birinci sualdan başlayaq. Yeməkdən bəlkə də 1 saat keçmişdi. Ər və arvad qəhvələrini həmişə kimi malikanənin eyvanında içirdilər. İçindəkilər silinib süpürülüb, sonra havaya mismarlanmış gümüş nimçəni xatırladan ay hər yeri işıqlandırır, uzun və parlaq səthini dənizdə əks etdirir. Sanki yorğun dağları, işıqsız malikanələri, bülbülsüz bağları, bənövşəyi və soyuq dumanla örtürdü. Bu mətn haqqında aşağıdakılardan hansı doğrudur? Cütlüyün xoşbəxt olmadığını müəyyən etmək mümkündür. Xoşbəxt olmadığı mətndə qeyd olunmayıb. Bu yanlışdır. Gümüş nimçəyə bənzədilən ay bu gecə taqətsiz, tənha, zülmət içində görünür. Deyir ki, ay hər yeri işıqlandırır. Yəni, zülmət içində necə görünə bilər? İşıqlandırır deyir ay. Deməli, burada bir yanlışlıq var. Mətnin məzmununda xoş, pozitiv ab-hava müşahidə olunur. Tam da pozitiv ab-hava demək olmaz. Çünki burada deyir ki, sanki yorğun dağları, işıqsız malikanələri, bülbülsüz bağları. Burada bir balaca pessimizm var. Yəni, pozitivlikdən çox negativlik var. Ona görə C-ni götürmək olmaz. Hadisənin günün hansı çağında baş verdiyini təxmin etmək mümkündür. Bəli, əgər ay hər yeri işıqlandırırsa, deməli günün axşam çağından söhbət edir. Bunu mümkündür biz müəyyən edək. Onları hər yeməkdən sonra malikanənin eyvanda qəhvə içirlər. İndi bu nümunədə yeməkdən bəlkə də 1 saat keçmişdi. Ər və arvad malikanənin eyvanında qəhvə içirdilər deyir. Amma hər yeməkdən sonra içib içmədikləri qeyd olunmayıb. Buna görə yanlış variantdır. Düzgün cavabımız olacaq D variantı. Növbəti mətndən davam edirik. Dağlıq bölgədə rast gəlinən aşağı temperatur ağac hüceyrələrinə zərər verə bilər. Aşağı temperatur zərər verir. Ağacların böyüməsində əsas amil fotosintez nəticəsində karbon saxlamaq qabiliyyətidir. Lakin aşağı temperaturun hökm sürdüyü və soyuq mövsümün uzun olduğu yüksək dağlıq bölgələrdə ağacların böyümə dövrü çox qısa olur. Bu vəziyyət ağacların yaşamasına mane olur. Aşağı temperatur xüsusilə yeni hüceyrələrin əmələ gəlməsini ləngidir. Cücərmə yeni ağacların və ağac koloniyalarının formalaşmasında ən mühüm amildir. Orta temperaturun aşağı olduğu dağlıq bölgələrdə toxumların yetişməsi və yeni tumurcuqların əmələ gəlməsi ləngiyir. Mətnin oxucuya çatdırmaq istədiyi ideya hansıdır? Ağac hüceyrələri həddindən artıq temperaturda fotosintez edə və kifayət qədər karbon saxlaya bilməz. Həddindən artıq temperaturda. Mətndə qeyd olunan temperatur aşağı temperaturdur. Həddindən artıq temperaturda nə baş verəcəyi qeyd olunmadığına görə A variantı bizim üçün uyğun variant deyil. Ağacların zədələnməsinin qarşısını almaq üçün yağışın bol olduğu yerlərdə meşələr salınmalıdır. Yəni, burada ağacların zədələnməsinin qarşısını almaq üçün nə etmək lazım olduğu mətndə yazılmayıb. Mətndə belə bir fikir, belə bir ideya olmadığına görə mən B-ni götürə bilmərəm. Ağacların normal böyümə temperaturundan yuxarı olan iqlim şəraiti ağacların həyatı üçün uyğun deyil. Yenə deyir, baxın, böyümə temperaturundan yuxarı olan iqlim. Mətndə aşağı temperatur qeyd olunur, yuxarı yox. Ona görə yuxarı iqlimdə nə baş verəcəyi mətndə yazılmadığına görə müəyyənləşdirmək mümkün deyil. Ağacların məhsuldarlığı bilavasitə hava şəraitindən asılıdır. Tamamilə doğrudur.
Aşağı temperatur hava şəraitində ağaclar zərər görür. Deməli, hava şəraitindən asılı ki, ağacların məhsuldarlığı yaxşı olacaq və ya pis olacaq. Deməli, D variantı tam uyğun fikirdir. Deməli, ağaclar fotosintez edir və karbonu daha dağlıq bölgələrdə daha yaxşı saxlayır. Yox, dağlıq bölgələrdə temperatur aşağı olduğuna görə, baxın, burada deyir ki, fotosintez nəticəsində karbon saxlamaq qabiliyyətdir önəmli olan. Amma, lakin deyir, bu hissəyə baxın, aşağı temperaturun hökm sürdüyü soyuq mövsümün olduğu yerlərdə ağacların böyümə dövrü çox qısa olur. Yəni, karbonu saxlaya bilmir. Demək ki, bu fikir yanlışdır. Uyğun variantımız olacaq D variantı. Davam edirik növbəti mətnimizdən. Növbəti mətnin izahına keçmədən öncə bir daha qeyd edeyim ki, aprelin əvvəlində bizim onlayn qruplarla yeni dərslərimiz başlayacaq. Sırf olaraq ibtidai sinif müəllimləri üçün nəzərdə tutulub bu qrup. Dərslərimiz həftədə 3 dəfə olur. İkisi mövzuların izahları, mövzular haqqında sınaqlar və ümumi sınaqların təşkil olunur. Digər biri isə sırf olaraq mətnlərin canlı yayımından ibarət olur. Bir gün öncədən mətnlər göndərilir və bazar günü onların canlı yayında izahları paylaşılır. Siz də qoşulmaq istəyirsinizsə, ətraflı məlumat əldə etmək istəyirsinizsə, 055 418 8202 nömrəsi ilə WhatsApp-da əlaqə saxlaya bilərsiniz. Üçüncü sualdan davam edək. Joker filminin nümayişindən sonra dünyada milyonlarla insan Batman'in məşhur kabusu hekayəsini öyrənmək üçün kinoteatrlara axın etdi. İzləyicilərin çoxunun ortaq fikrinə görə filmdə psixopat personajı bir dərs kitabına bərabərdir. Ancaq ən önəmli sual belə idi. Filmi izləyənlər arasında Joker personajı ilə oxşar xüsusiyyətlərə malik neçə adam var idi? Bəli, mümkündür ki, sizdə də psixopatiya xüsusiyyətləri var. Harry miqyası sayəsində ekspertlər fərdin psixopatiya dərəcəsini yoxlaya bilərlər. Əslində, cəmiyyətdə əhalinin təxminən 1-4% qədərinin psixopat olduğu təxmin edilir. Bu nisbətin həbsxana əhalisi 25% və şirkət rəhbərləri 21% arasında daha yüksək olduğu düşünülür. Yəni, həbsxana əhalisinin %25-ini təşkil edir, şirkət rəhbərlərinin isə %21-ini. Bu mətndən hansı nəticələri çıxarmaq olar? Harry şkalası insanlar arasında psixopatların olma ehtimalını həqiqətə yaxın nisbətdə müəyyən etməyə kömək eləyir. Baxın, bu doğru fikirdir. Çünki Harry miqyas sayəsində ekspertlər fərdin psixopatiya dərəcəsini yoxlaya bilirlər. Deməli, burada həqiqətə yaxın ölçüm var. Eyni zamanda Harry şkalası deyir ki, həbsxana əhalisi %25 təşkil eləyir, şirkət rəhbərləri %21. Yəni, bu mətndə qeyd olunub. Birinci fikri götürürük. Psixopatik şəxslərin psixopatik film izləyənlər arasında görülmə ehtimalı geniş ictimaiyyətə nisbətən daha yüksəkdir. Psixopatik şəxslərin psixopatik filmlər izləyənlər arasında görülmə ehtimalı. İndi baxın, mətndə Joker filmindən söhbət edir və izləyicilərin çoxun ortaq fikrinə görə filmdə psixopat obrazı bir dərs kitabına bərabərdir. Deyir sonra ki, ancaq ən önəmli sual belə idi. Filmi izləyənlər arasında Jokerlə ortaq xüsusiyyətlərə malik neçə adam var idi? Mətndə Joker personajının psixopatik davranışlarına görə müqayisə aparılır. Amma burada deyilmir ki, bu tərzdə film izləyənlər elə bu tərzdə olan insanlardır. Yox, yanlış fikirdir. Ona görə də, baxın, məsələn, davamında deyir ki, psixopatik insanların daha çox üstünlük təşkil etdiyi yer həbsxana əhalisidir, bir də şirkət rəhbərləridir. Yəni, onların Joker filmini məsələn izləyib izləmədikləri də qeyd olunmayıb. Yəni mətndə belə bir məlumat birə-bir yoxdur. Ona görə də ikinci fikri götürmək olmaz. Şirkət idarəçiləri arasında psixopatların olma ehtimalı geniş ictimaiyyətə nisbətən 5 qatdan daha çoxdur. Baxın, şirkət rəhbərləri %21% eləyir. Yəni 100%-in %21-i. Belə götürək. Yəqin ki, kiçik bir riyazi hesablama eləsək, 20 100-ün 5də 1-idir. Yəni 5 qatıdır, düzdürmü? 21 dediyinə görə deməli 5 qatdan daha çoxdur. Fikri tamamilə doğrudur. Yəni üçüncü fikri də qeyd eləmək olar. 1 ilə 3 doğru cavabımız olacaq. Üçüncü sualda A variantı. Davam edirik növbəti sualdan. Məktəb bitən kimi kəndə nənəm və babamın yanına getdik. Atam və anam deyir, nənə babamızı ziyarət etmək, onların qayğısına qalmaq, onlara hörmət etmək, kömək və qulluq etmək bizim borcumuzdur. Mən nənəmə ev işlərində çoxlu kömək etdim. Qardaşım isə Bostonda babamla birgə işlədi. Boş vaxtlarda onlar bizi gəzməyə aparırdılar. Mətndə bəhs keçməyən mövzu hansıdır? Paylaşmaq.
Böyüklərimizə sevgi, əməksevərlik, qocalara hörmət kişilərin borcu. Daha sonra kiçiklərin borcu. Deməli, kiçiklərin borcu mətndə var, çünki onlara kömək etmək deyir bizim borcumuzdur. Yəni böyüklərə kömək etmək kiçiklərin borcudur, var. Qocalara hörmət var, əməksevərlik var. Deyir qardaşım babamla bostanda işlədi, mən nənəmə ev işlərində kömək etdim. Yəni bu əməksevərlikdir. Böyüklərimizə sevgi, bəli, nənə və babanın yanına getdik, onlara qayğı göstərdik. Amma paylaşmaq mətndə yoxdur. Ona görə doğru cavabımız olacaq A variantı. Keçirik növbəti və sonuncu mətnimizə. Bir gün Şah Molla Nəsrəddini çağırıb sual vermək istəyir, amma suala şərt qoyur ki, əgər bilməsə çoxlu pul istəyəcək, bilsə Şah ona çoxlu pul verəcək. Molla razı olur. Molladan soruşurlar, Molla göydə neçə ulduz var? Molla bir qədər fikirləşib deyir, eşşəyimin tükü qədər, əgər əmin deyilsinizsə sayın. Şah onu saya bilmədiyindən pulu verməli olur. Mətnə ən uyğun başlıq hansıdır? Molla Nəsrəddin hekayələri, ağıllı cavab, hiləgər molla, mollanın eşşəyi, zalım şah. Burada əslində uyğun variantlar var, amma ən uyğun başlıq ağıllı cavabdır. Yəni Molla Nəsrəddin öz ağıllı cavabı ilə həm pulu alır, həm də özünün pulunun getməsinin qarşısını alır. Yəni birbaşa olan burada məsələmiz ağıllı cavabdır. Çünki deyir bir qədər fikirləşib deyir. Burada artıq mollanın cavabı nəticə hissəsidir. Bu mətnin final hissəsidir. Eşşəyimin tükü qədər, əgər əmin deyilsə sayın. Yəni ən önəmli fikir burada həmin cümlədir. Ona görə də ağıllı cavab kimi bu mətnin uyğun başlığını müəyyənləşdirmək olar. Mətn izahlarımızın sonuna gəldik. Siz də həftə ərzində paylaşılan bu videolardan faydalanmaq istəyirsinizsə, eyni zamanda kanalımıza dəstək olmaq istəyirsinizsə, videolarımızı bəyənib istədiyiniz platformada paylaşa bilərsiniz. Paylaşın ki, daha çox müəllim bu videolardan faydalana bilsin. Sağ olun, növbəti izahlarda görüşərik.